Sabahınız xeyir olsun. Kanalıma və yeni vloguma hər biriniz xoş gəlmisiniz. Yeni yağış yağır və mən yeni bir vlog başladıram. Durduq, gəldik, oturduq maşında. Gedirik bacımgilə. Bildiyiniz kimi biz cəmi 2 uşağıq və mənim gözümün ağı qarası cəmi bircə dənə bacım var. Bacımın hamaratlıqlarından məncə çox bəhs eləmişəm sizə. Bugün də bacımgilə gedirik. Oğuz'a gələndən demək olar ki, hər günümü vloqlayıram. Bugünüm də onlardan biri oldu. Bacımgilə gedirdik. Ona görə dedim, maraqlı olar. Maraqlı şeylər görərəmsə çəkərəm. Ona görə vlog başlatdım səhər tezdən. Bir yandan da məni həvəsləndirən videolarıma gələn xoş sözlər, xoş yorumlardır və buna görə də hər birinizə təşəkkür edirəm. Və bu izləyicilərin içərisində hər zaman məni dəstəkləyən, demək olar ki, hər videomun altına yorum yazan bir xanım var, Nadia xanım. Ona da xüsusi sevgimi bildirirəm. Gəldik, çatdıq bacıgilə, çay içirik. Bacım da qəşəng mutatelər bişirmişdi. Ondan başqa tort bişirmişdi. Mama da öz bişirdiyi tortdan gətirmişdi. Mamam bişirdiyi tortun reseptini soruşan olub. Onu gələcək dəqiqələrdə sizə deyəcəm. Oğlum da keyfə düşmüşdü öz üçün. Oynayırdı. Belə bloklardan ev tikirdi, dağıdırdı. Oyuncaqları da bu tökürdü. Mama da biraz ev eşiyi səliqəli qalsın deyə yığırdı. Amma təbii ki, oğlumun sürətinə çatdıra bilməz. Biz evdə də oyuncaqları gündə 50 dəfə oğlum tökür. 50 dəfə mən yığışdırıram. Sonunda evimiz yenə bulaşıq olur. Bu oyuncaqların da gözəlliyi əslində məni özümdə məndən aldı. Baxdım ki, bizdə belə şeylər yoxdur, belə pəmbiş. Rəngli şeylər yoxdur, ancaq maşınlar var. Məsələn, mənim özüm çox xoşuma gəldi bu çaydan, stullar, hətta makyaj masası falan var idi buralarda. Bizdə isə ancaq dinozavrlar, maşınlar, kamazlar falan belə şeylər. Qız uşağının fərqi deyib susuram. Burada televizorda da Maşa ilə ayını qoyublar ki, uşaqlar baxsınlar. Amma oğullarım elə həvəslə oyuncaqlara girişiblər ki, yəni biri kukla başı yeyir, biri orada güya ki yemək bişirir. Nəsə eləyirlər özləri üçün. Nə olmasa da bir də burada kubik-rubiklər boldur. Hələ bunun böyüklüyünə baxın. Bunu yığmaq məncə qeyri-mümkündür. Yəni şəxsən mən yığa bilmərəm. Bunları yenə bir təhər yığıram, bir xeyli vaxt əlləşib. Amma bu çətindir. Amma çox qəşəngdir. Əsl belə oynamalıqdır. Rəngləri də özü də. Uşaqlar da burada oynayırlar. Keyfə düşüblər. Deməli, bacımın qızı deyir ki, bunu qarışdırsam mən 3 dəqiqəyə yığaram. 3 dəqiqəyə falan yığaram. Görək, yoxlayaq görək. Yığa bilirmi? İndi qarışdırıb verəcəm buna. İndi qarışdırdım. Verəcəm görüm yığsın. Buradakı qarışıq buradadır. Bu da burada. Bunu yox, amma bunu yığacaq. Deməli, bacım qızın kubik-rubiki arxa fonda yığdığı vaxtda mən sizə dünənki tort reseptini deyim. Mamadan öyrəndim. Dedi ki, deməli, nə edirsiniz? Əvvəlcə yağdan, hər hansı bir paçkada olan yağdan hardasa bir dilim kəsib, onu su buxarında əridirsiniz. Daha sonra üzərinə şəkər tozu əlavə edirsiniz. 1 stəkan şəkər tozu tökürsünüz və onları birlikdə əridirsiniz. Yəni qarışdırırsınız bir-birinə. Ondan sonra bu qarışığı götürürük və başlayırıq qıraqda 3 dənə yumurtanı çalmağa. 3 dənə yumurtanı çalıb tökürük həmin şeyin üzərinə. Sonra isə həmin qarışığımızın üzərinə birazca droş və soda əlavə edirik. Gedən qədər də un edirik, bərk bir xəmir alınır və həmin xəmirdən 10 dənə yuxa çıxır. Yuxaları mama peçin üstündə qızartmışdı. Yəqin ki, hansısa bir dayaz bir qabda, qazın üstündə də eləmək olar. Onları eləyəndən sonra da normal bir krem çalıb, istənilən kremdən yəqin ki, istifadə eləmək olar. Normal bir krem çalıb, birini üzəri üçün götürürük, qalanları da qat-baqat yığırıq. 9 dənə qatdan ibarət olur bu həmin reseptdən olan tort. Mamam bişirir deyə demirəm, həqiqətən çox-çox ləzzətli, dadlı bir tort alınır. Tort haqqında bu qədər. Bacım qızı da burada kubik-rubiki yığır. Mən bacarmıram nəsə bunu elə də sürətli yığmağı. Yəni mənim yığmağım üçün xeyli vaxt bunun üstündə oynamağım gərəkir. Amma bacımın qızları, yoldaşı onun nəsə yönünü bilirlər. Yəni hansı hamilədən sonra hansı hamiləyə gəlməlidir falan bunları bilirlər. Ona görə də çox sürətlə yığa bilirlər. Hətta bacım qıza deyir ki, bir dəfə 38 saniyəyə yığıb. Mənim üçün bu mümkünsüz bir şeydir.
Evlərində də o qədər kubik var ki, 3-4 dənə var idi. Mən çox havalı bir şey kimi gəlir bunu belə sürətlə yığa bilmək. Ümumiyyətlə hər hansı bir bacarığa sahib olmaq, hər kəsdə olmayan bir bacarığa sahib olmaq mənə çox havalı bir şey kimi gəlir. Biri də bu kubik yığmaqdır. O qədər həvəsə düşdüm ki, dedim ki, mən də öyrədim bunun yönünü ki, mən necə yaxşı yığa bilərəm, sürətli yığa bilərəm. Amma nə qədər elədimsə də heç nə alınmadı, bacarmadım. Mən nəsə eləyirəm. Bu uşaq məni heç cür başa sala bilmədi. Daha doğrusu başa sala bildi. O başa salmaq istədi, mən başa düşə bilmədim. Çünki onun əli öyrəşib, amma mənim əlim həmin şeyə öyrəşməyib. Ona görə mən dedim, elə mən videomu çəksəm yaxşıdır, müəllimliyimi eləsəm yaxşıdır. Bu işlərlə mən məşğul ola bilmərəm. Nə səbrim çatmır, nə də ki alınmır. Hər şey alınmaq məcburiyyətində deyil. Bir dəqiqə fərqli yerə qoydum. Bir dəqiqə. Sən elədiyimi elədim, belə elədim. Bir dəqiqə. Bunu düzəldək. Ha, sən fərqli yerə getmisən. Bunu verirsən. Sən qarışdırmısan bir dəqiqə. Sən indi buraları yığsan, bunları öyrənmişdin. Onları yığ. Hepsini öyrənmişdim. Mən bu ağ yoxdur axı, ağ burdadır, yerindədir. Ağ yox. Dayan. Hansı tərəf yığıram? Bunu bura gətirəcəksən. Bunu... Yox, dur, nə qoyursan? Belə. Yox. Bunu belə edirsən, sonra bunu qaytarsan. Qaytarıram. İndi bunu hərləyirsən, bunu qırağa edirsən, bunu qırağa. Bunu aşağı elə. Bunu aşağı eləyirəm. Bunu yerinə çək. Çəkdim. Bunu yuxarı elə. Qaldırdım. İndi bunu bura qoyursan. İndi bunu çıxır. Bunu çıxır. Həbləyirsən. Belə eləyirəm. Bunu aşağı elə. Bunu aşağı eləyirəm. Bunu aşağı eləyirəm. Aha, bunu qırağa çəkirsən. Belə çəkirsən altdan. Ən altını çəkirsən. Qoyursan yerinə. Belə. Yox. Belə. Yox. Belə. Yox. Belə. Ne oldu ki işte değişmedi? Ay, yeni bir resim koyduk da Ha, bu çoğumuzu. oldu. Ha, bu oldu. Yaşı çok şey yerim. Şimdi bunu bırak götüreceksen. Bunu da yapacağım. Belə. Sonra Sen bakardın şimdi. Ha, bir tane bunu elədin sen. Bir dakika. 2 dənəsini də aşağı elədim, başqa işini eləmədim. Bunu bura gətirəcəm. Gətir. Bunu bura getirmişsin. Belə yiyecəksən. Bura gəldin, qırağa yiyirsən, bunu qaytarırsan. Sonra bunu qırağa yiyirsən, bunu belə yiyirsən, bunu belə yiyirsən, bunu belə yiyirsən, bunu belə. Belə yiyirsən, bunu belə yiyirsən, bunu belə. Burada başa düşdüyüm bir dənə şey oldu, bunu belə eləyirsən. Ha, sonra bunu bura gətirəcəksən, bunu belə eləyirsən, sonra bunu qırağa yiyirsən, bunu belə yiyirsən, bunu belə yiyirsən, bunu belə yiyirsən, bunu da belə eləyirsən. Bura tamamlandı. İndi sən bunu mənim göstərəcəyim fason edəcəksən. Belədirmi? Səncə mən buradan nəsə yadımda qaldı? Heç nə yadımda qalmadı. Heç nə olmaz. Bütün bu şeylərin arasında mənim yadımda qalan ancaq belə eləyirsən oldu, o da söz olaraq. Heç bir şey yadımda qalmadı, heç nə öyrənmədim, bilmədim ki o kubik bu uşaq necə yığır. Ən yaxşısı mən elə öz işimlə məşğul olsam yaxşıdır. Bacımgil də burada mənim vloguma baxırlar. Keçmiş vloglarımdan hansısa biridir. Nəsə iş görürəm oralarda. Bacım mənim ən sadiq izləyicilərimdən biridir. Hətta o qədər diqqətli izləyir ki, mənim fikir vermədiyim şeylərin hamısına videoda o fikir verir, nəysə soruşur, nəysə maraqlanır. Yəni buradan özünə sevgilərimi bildirirəm. Çıxdıq, oradan da gəldik. Bura yenə Oğuzun yollarıdır. Yolda düşdük aptekə. Yanlara bir dənə butulka aldıq su içmək üçün. Aptekdən dedilər ki, bununla içəcək. Elnar butulka götürmür. Neçə dəfə ucluğu dəyişilib, neyniyib götürmür. Belə alışdırma şeyi var idi su içmək üçün, ondan aldıq. Düzdür, bununla da elə o dəqiqə çox yaxşı içmədi, amma yenə də ağzına bir-iki şey getdi. Su içmək istəyir, ancaq içə bilmir. Çaşqadan veririk, qaşıqla veririk, qırağa dağıdır, amma normal içə bilmir. Ona görə bunu almalı olduq. Belə, artıq kəndimizə qaydırıq, mamagilə qaydırıq və vlogumu da burada yekunlaşdırıram. Bura qədər məni izləyən hər kəsə çox-çox təşəkkür edirəm.
Əgər videomu bəyəndinizsə, bəyan atmağı, yorum yazmağı və hələ də kanalıma abunə deyilsinizsə, abunə olmağı unutmayın. Hər birinizi çox sevirəm. Yaxşı ki varsınız. Növbəti vloglarımda görüşərik inşallah. Hələlik.